Bize verib Feryum 2O4'ün alüminiumla reaksiyası, alüminium 2O3 bir de dəmir alınıb. Reaksiya istilik effekti 3360 kJ olarsa 3 mol dəmir Feryum 2O4 ilə 4 mol alüminium reaksiyasında neçə kilojol istilik ayrılır? İndi burada bunu əmsallaşdırmaq lazımdır. Buradan reaksiyanı bir də yazdım. Feryum 2O4 üstə gəl alüminium. Buradan alınır alüminium 2O3 alınıb, bir də dəmir alınıb, bir də reaksiyanın istilik effekti 3360'ı buraya yazıram kilojol. Əmsallaşdıranda deməli burada alüminium 2'dir, burada 3 karbon, bura 3 hidrooksigenlər 4'dür, burada 3, bura 3, bura 4 yazdım. Bura 8 termit qaynağıdır bu reaksiya. Burada 9 düşür. Bizə nə verib? 3 mol və 4 mol alüminium. Mən bilirəm ki 4 mol alüminium girəndə bundan 1.5 girəcək. Yəni hesablamanı alüminiuma görə aparacağam. Çünki dəmirdən artıq qalacaq. Deməli burada tənasib qururam. Normalda 8 mol alüminiuma görə 3360 kilojol idisə 4'ə nə qədər olacaq? X olacaq. Bunu tapmaq lazımdır. Bunu da böləcəm 2'ye. 3360'ı da 2'ye bölürük. X de beraberdir 1680 kilojol.